Qalxın, məhkəmə gəlir. Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan Bakı Hərbi Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Vardanyan Ruben Karloviçə qəti olaraq 20 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Vardanyan Ruben Karloviç cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 sentyabr 2023-cü il tarixindən hesaplansın. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında elan olunan qərara əsasən Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdulluq, müharibə qanunlarını və adətlərini pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik yaratma, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə və digər cinayətləri törətməkdə təqsirli bilindi. Elan olundu ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi maddəsi ilə elan edilmiş ittihamlar həmin məcəllənin digər maddəsinə tövsif olunub. Bundan başqa irəli sürülmüş ittihamdan bəzi maddələr xaric edilib. İclasda zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə Azərbaycan dövləti adından zərər çəkmiş qismində Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edirdi. Ruben Vardanyanın məhkəmə prosesinə ötən ilin yanvarında başlanılmışdı. Bir il davam edən məhkəmə istintaqında yüzlərlə zərər çəkən və zərər çəkmiş şəxsin hüquqi varisi ifadə vermişdi. İş üzrə keçən çoxsaylı sənədlər, sübutlar tədqiq olunmuşdu. Ruben Vardanyan məhkəmədə sərbəst ifadə verməkdən və dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırmaqdan imtina etsə də, ifadə verən zərər çəkənlərə və zərər çəkmişlərin hüquqi varislərinə müxtəlif suallar ünvanladı. Həmçinin çoxsaylı vəsatətlərlə çıxış etdi. Onun qanunvericiliyin tələbinə uyğun verdiyi vəsatətləri məhkəmə tərəfindən təmin olundu. Həmçinin Ruben Vardanyan həm ibtidai istintaq, həm də məhkəmə istintaqında özünün seçdiyi vəkillə təmin olunmuşdu. Amma məhkəmə istintaqa aparılan zaman öz istəyi ilə seçdiyi vəkilindən imtina etdi. Bundan sonra ona Azərbaycan dövlətinin vəsaiti hesabına yeni vəkil təyin olundu. Sonrakı məhkəmə iclaslarında onun hüquqlarını həmin vəkil müdafiə etdi. Məhkəmədə təqsirləndirilən şəxs bildiyi, yəni rus dilində tərcüməçilərlə təmin olunmuşdu. Məhkəmə prosesinin yekununda Ruben Vardanyan son sözlə də çıxış etdi. Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsin cinayət əməllərinin məhkəmə istintaqında sübuta yetirildiyini bildirərək onun ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdilər. Qeyd olunmuşdu ki, Ruben Vardanyan Ermənistanın işğal altında saxladığı Azərbaycanın suveren ərazilərində formalaşdırdığı cinayətkar birliyə 2020-ci ilin dekabrında qoşulub. Həmin vaxt əməlinin ictimai təhlükəliliyini başa düşüb və bu cinayətkar təşkilat tərəfindən Azərbaycan dövləti və xalqına qarşı hansı cinayətlərin törədildiyini bilib. O, cinayətkar birliyə qoşulmaqla, orada fəaliyyət göstərən qanunsuz silahlı dəstələri silahlandırmaqla, dəstəkləməklə, maliyyələşdirməklə işğalın və etnik təmizləmələrin davam etdirilməsi məqsədi ilə törədilmiş bütün cinayətlərdə iştirak edib. Məhkəmədə son sözlə çıxış edən zərər çəkmişlərin hüquqi varisləri də Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını xahiş etmişdilər. Hökümdən elan olunduğu andan həbsdə saxlanılan məhkumə isə rəsmi verildiyi andan 20 gün müddətinə Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bununla da məhkəmə iclası bağlı elan olunur. Bir il davam edən məhkəmə istintaqında bu tribunada yüzlərlə zərər çəkən və zərər çəkmişin hüquqi varisi ifadə verdi. Baş vermiş cinayət hadisələri zamanı yaralandıqlarını və əzizlərini itirdiklərini bildirdilər. Çıxışlarının sonunda isə onlar məhkəmədən ədalət tələb etdilər. Bugün bu məhkəmə zalında elan olunan yekun qərar həmin ədalətin təntənəsi idi. Sülah Cahangirli, Elçin Tağıyev, Elnur Orucov, ASTV Xəbər.